Herkese selam. Nəhayət ki, çoxdan da arzusunda olduğum Fairyloot qutusunu məndə də var. Mən də aldım daha doğrusu. Deyəsən şöbələri İngiltərədədir. Xaricilər izləmişsə çox görmüş olarsınız videolarımı. Həmişə görürdüm, həddən artıq çox istəyirdim ki, məndə də olsun. Düzü bunların bir neçə növü var. Ən çox istədiyim əslində gənc yetişkin qutusu idi. Onun içində həmişə kitab olur və yanında başqa şeylər də olur. Nə bilim, bəzən adyal qoyurlar, bəzən brelok qoyurlar, nə bilim, əl fəcinlər olur, qəşəng formada, yəni dizayn olunmuş. Amma onların abunə siyahısı doludur. Sadəcə bu abunə olduğum boş yer var idi, yəni orada. Direkt də mən yəni bəxtimə bilmirəm, işə başladığımdan sonra gəldi mail ki, boş yer var, istəsəz olun. O da 3 gün falan keçərli olur. Yəni sonra olmadın getdi. Bu qutuda 3 dənə kitab var. Biri gənc yetişkindir, biri epik fantastik, biri də romantezi janrında olmalıdır, səhv eləmirəmsə. Kitablar xüsusi dizayn olur. Çox-çox qəşəng hazırlayırlar. İndi açanda görəcəyik. Ümid edirəm ki, qəşəng kitablardır. Bu arada təzə çıxan kitab olur. Yəni içində nə olduğundan bağlı heç bir fikrim yoxdur. Amma mayın teması falan çox maraqlı gəlmişdi mənə. Düşündüm ki, yəni bəyənə biləcəyim kitablar ola bilər. Bu arada kitablar ingiliscədir təbii ki. May ayı məsələn mövzusuna aid olan qutular mayın sonuna doğru kargoya verilir. Ona görə də mayın sonunda əlimizə çatır yəni. İndi onu açacağıq. Ürəyim partlayır ki, içində nə var? Əslində çox bahadır, yəni işləməsəydim böyük ehtimal ala bilməzdim, amma illərdir həqiqətən də arzusunda olduğum bir şey idi və o qədər mutluyam ki, başqa All Crate falan da var, düzü ona heç baxmamışam. Hamısında bezinçliyə, həmişə bu çantalardan istirdim mən, içinə kitab qoyurlar. Okay, içindən birinci bu romantezi kitabıdır. Whispers of Ruin. Xarabalıqların pıçıltıları tərzinə tərcümə eləmək olar. Çox maraqlıdır. Ən sevdiyim rənglərdəndir bu arada. Nəysə, baxaq. Broken Souls and Bones. Sınmış qəlblər, sınmış ruhlar və sümüklər. Bu arada çox xoşuma gəlmiş. Çünki romantezi o qədər də oxuyan deyiləm, sevən deyiləm, bilirsiniz. Yəni oxuyuram, amma favorim olmur. Sadəcə burada daha belə görürsünüz, bilmirəm, ölüm tərzində daha belə qaranlıqdır teması. Burada da yazıb ki, bir qəlbi onun içindəki qaranlığı görmədən həqiqi mənada tanıya bilməzsən, mən səninkini görmək istəyərdim. Çox qəşəng yan boyaması. Güllər var. Altında da güllər var. İndi iç cildinə baxacağıq. Wow. Wow. Julie Andrews. Bir dəqiqə, mən bu yazarı tanıyıram. Odur mu acaba? Orijinal qapağını gördüm bu arada. İndi Goodreads'e baxanda. O da qəşəngdir, amma üz sevmirəm mən kitablarda. Kitablarının xalı çox yüksəkdir. Və bu kitabın xalı da bayağı yüksəkdir. Həyecanlandım. Oh my god. Oh my god. Çox qəşəngdir. Arxasında da olur bəzən. Və şriftləri iridir əslində. Bunu tez müddətdə oxumaq olar, qalın görünməsinə baxmayaraq. Arxasındakı of. Mən bu kitabı bəyənəcəyimi hiss edirəm. Nəsə ləzzət elədi mənə. Ay çox qəşəngdir. Sahib olduğum ən qəşəng kitablar olacaq bunlar. İçində cildi də var imiş. İstəsəz tərsini taxıb, yəni bu formada da taxıb işlətmək olur. Orijinal cildini. Amma mən bunu tərcih edirəm. Kitabın mövzusu belədir ki, birlikdə onlar deyir, dağılmış bir krallığı bərpa edəcəklər ya da onu yerlə bir edəcəklər. Uzun müddətdir bölünmüş olan krallıqda yaşayan Lyra sakit bir həyat sürmək istəyirdi və sehirə bağımlı, tutqun Kral Damirin diqqətindən qaçmağa çalışırdı. Roark adında bir əskərin gəlib onun kəndini ələ keçirməsi və Lyra'nın sirrini üzə çıxarmasına qədər. Sehirbaz kimi bir şeydir qız. Çünki 3 dənə sehirvari gücə, sümük, qan və ruh üzrə var imiş gücləri. Amma deyir bunun dəyəri var. Roark, yəni bu əskər onu krala bildirir və kralın sonraki Melleri olmaq məcburiyyətində qalır, amma qız buradan qaçıb getmək istəyir. Amma Roark buna kömək eləyəcəkmi? Burada romantezi, yəni sevgi daha ön planda deyilsə, amma çox maraqlı gəlir bu kitab mənə. Bilmirəm niyə, normalda romantezi sevən deyiləm, amma yəni
ruh, qan, sümük, nə bilim bu şey magic daha maraqlıdır. Möhtəşəm. Keçirəm o bir kitaba. Nəsə qəşəng bir şeylərə oxşayır. Sıradakı adult fantasy. Hə, epic deyil, pardon. Yetkin fantasy. Prophecies, kehanətlər mövzusu buydu, yəni şeyin, ayın. Wow. Wow. Kitabın gözəlliyi. Bu dəqiqə iyun ayını iptal elədiyimə görə peşmanam. Gələn ayın kitablarını, amma vaxtım yoxdur. Nəsə çox kitab yığılır. Sadəcə həqiqətən ürəyimdəki o marağı öldürmək üçün zakaz eləmişdim. Bunu sonrakı aylar üçün baxaram. Amma yəni möhtəşəmdir. The Knight and the Mouse. Cəngavər və o şey kəpənəklər var, böyük. Səhv eləmirəmsə Mouse onlardır. Yan baskısı sadədir, bunda çox belə şey deyil. Oh my god. Şey oxşuyur bu arada. Qız. Aurora'ya oxşamırmı? Oh my god. Bu da bənövşəydi, çizgildi. Çox qəşəngdir. Yandan da belə. Mən bunu belə də valla saxlayaram. Çox qəşəngdir. Hər bir halı ilə çox qəşəngdir. Arxa fon. Qəpiklərdir. Nəsə Miss Born-a oxşatdım. Sissolina, Brandon'ın. Bunun da şriftləri iridir. Əslində bunlar tez müddətdə oxunar. 400 səhifə falandır təxminən. Çox qəşəngdir. Və orijinal üz qapağı bu formadaymış. Pis deyil əslində. Amma yenə də bunu tərcih edərəm. Kitabın mövzusu Rachel Gillig. Bu yazarın hansı kitabları var, ona da baxın. Şeydir bu. Bir Karanlıq Pəncərə var, Türkçəyə çıxıb. O seriyanın yazarıymış bu. O seriya bayağı sevilir. Bu kitab da əminəm ki, onu da bəyənərəm. TikTokda çox sevilən, ona görə yazılmış. Deməli, bu kitabda mövzu nədən söhbət gedir? Sibyl adında bir qızımız var və 9 ildir ki, yuxu görməmək istəyir. Çünki yuxularında 6-cı dünyadan olmayan fiqurlar, dünya dışı, yəni yaratdıqları kimi omenləri görürmüş. Ona görə də deyir, pis bir şey baş verəndə onu olmadan təxmin edə bilirmiş, o pis şey baş vermədən. Ona görə də lordlar, xalq həmişə onun yanına gəlirmiş, səyahət edir, düz onun yanına gəlir və öz gələcəkləri barədə öyrənmək istəyirlərmiş ondan. Bunların divinerlər deyirlər və bizim Sibillə bacısı artıq bu işi buraxmağa başlayanda bir cəngavər gəlir yanlarına və cəngavərin heç bir Roderick adında bunun görürlərinə, türklər demiş, heç bir sayğısı yox imiş və bir-bir deyir, divinerlər yox olmağa başlayır. Ona görə də o da kömək istəyir bu cəngavərdən və deyəsən ondan sonra da səyahətləri başlayır. Epik fantastik olsa daha yaxşı olardı, amma bu yazarın yenə də kitabları sevildiyi üçün biraz gözlənti ilə başlayacağam. Oxuyanda fikirlərimi paylaşacağım. Keçirəm 3-cü kitaba. Bu səhv eləmirəmsə young adult olmalıdır. Nəsə qəşəng bir şeylər gördüm. Mövzumuz da Written in the Stars. Ulduzlarda yazılmış. Kartı çox qəşəngdir bu ayın. Kitabı çıxarıram. Çox qəşəng rəngi var. Tam belə yay havası verir. The Floating World. Üzən dünya tərzində. Aksi bu yer altına düşən qız mıydı? Neydi? Onun da Türkçəsini qoyuram, kitabı var. O yazardı. Yan boyaması bu formadadır. Sadədir alt hissələri. Oh my god. Çox qəşəngdir. Son səhifəsinə baxaq. Çox qəşəngdir. İçili də çox qəşəngdir. Bənövşəyi falan tonlarını. Arxası da belədir. Yazarın notu var burada. Duologiya olacaqmış. Fərqli dünyalardan iki insanın qarşılaşıb bir macəra yaşaması və aşiq olması haqqındadır. Ren üzən dünyada olan bir qəhrəmandır. Yəni yer səthindən yuxarıda üzür bu dünya. Akrobatdır. Çox sevgi dolu bir ailədə böyüyüb. Sərtdir, amma həm də vulnerable. Bəzən qorxur, amma yenə də cəsurdur. Etdiyi səyahətdə qürur duyuram və olduğu qadına görə qürur duyuram. Sanho digər qəhrəman isə Underworld, yeraltı, aşağı dünyada yaşayır. Üzən dünyanın kölgəsində yerləşir bu şəhər. O da qılınc döyüşçüsü. Şey kimi görünür, amma yumşaq ürəyi var və sevgi şeyi var, yəni sevgi üçün dərin belə capacity, bacarıq mı, necə deyim var. Okay.
Love, side karakterler falan deyir var. Seviləcək. Belə. İççiliğini göstərmədim. Məndən əvvəl siz görün. Mən də baxım. Uuu. Bayağı qəşəngmiş. Arada çevirip bunu takacağım. Yazarımız da çok şirin. Orijinal üz qabığının şeyini sevdim. Bu aşağıdan şəhər gedir. Çok qəşəngdir o hissəsi. Bu kadar. Diğer kitapların yanında bu şey kim kaldı? Böyle güneş. Sanki gece. Bunlar gecədir, bu güneş. Çıxan kitaplar bunlar idi. Üçüne de bayıldım. Zaten bilirdim bayılacağımı. Yani ona göre zakaz eləmişdim bu saytdan, bu şeydən. Mükəmməldirlər. Hamısını oxumaq üçün səbirsizlənirəm. Bu tam yayda oxuyacaq kimi kitabdır. Bu elə bir tam payızlıq, bir də soyuq şey var, belə qış havası kimidir. Video bu qədər. Uzun uzun illər sonra, nə qədər vaxtı, yəni illərdir mən bunların videosuna baxdım, Fairyloot'un. Sonunda məndə də oldu bu kitablar. Çok mutluyum. Sonraki videolarda görüşəndə özünüzə yaxşı baxın. Hələlik. 3 dənə torbam oldu.